Açaq mı gözünü? Açaq. Canlı yayında növbəti bilik. Yaxınlaşır, siz yaxınlaşırsınız yoxsa xanım? Buyurun, gedək. Otur qız. Gəlin. Biraz qan olacaq, təbii ki bu normaldır. Mən keçim yerimə qoy. Necə deyirlər, həkimlərin işinə qarışmayayım. Bəli, 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 son an. Allah! Allah! Baxım qız sənə. Baxım. Baxım, ay maşallah. Bir aç görün, bacardığın qədər aç. Ay maşallah, ay maşallah. Doktor da öp təbrik elə yaxşı. Bravo. Bravo. Değişək. Bravo. Təşəkkür edirəm Sevil xanım. Mikrofon var orada, əyləşsin, kömək edin. Dərmanların tökəcək və ay maşallah, vallahi çox gözəl, çox gözəl. Əməli siması dəyişdi. Elə qızarıqlıq keçsin. O kameraya bax, o görsünlər. Ay maşallah. Bravo. Gəlin əyləş Sevil xanım. Gəlin mikrofonu verək, gəlin əyləşin. Şanay, bir fikirlərini öyrənim qız. Yenə də çox sağ olun. Anamızın əllərindən öpürəm. Var olsun sizi kimi belə gözəl bir evlad böyütdüyünə görə sizin rəhbərliyinizə öz təşəkkürümü bildirirəm. Doktorlarıma da təşəkkürümü bildirirəm. Sağ olsun ki, yenidən məni həyata qaytardınız. Yəni elə bil ölmüşdüm mən. Estağfurullah, elə demə. Bir qapıda bir hədiyyə var, onu sənə verim, tələsmə. Ağ çiçəyimdən sənə göndəriblər hədiyyə ki, bunu şəhərin təşəkkür edirəm. Ağ çiçəyimə, şəxsən ağ çiçəyimin şəxsən rəhbərinə, hacıya minnətdaram, təşəkkür edirəm. Elnur qardaşıma təşəkkür edirəm. Bax, bu möhtəşəm. Deyir, Şanay o günlərdən də gözəldir. Hacı deyir bunu, Elnur deyir. Amma yenə də bir hədiyyə göndərdim. Çox sağ olun ki, yəni belə bu cür inanmazdım, yəni mən beləncə bir əməliyyatı sevinci yaşayarıq. Qoy özü dediği kimi desin. Yəni mən həqiqətən sizin sayənizdə mən bu sevinci yaşadım. Allah köməyin olsun.